Salam, xoş gördük hər birinizi. Deməli, sertifikasiya imtahanında iştirak elədik. Suallar normal suallar idi, yəni asan da var idi, orta da var idi, çətin də var idi. Çox adam soruşur ki, necə suallar düşmüşdü. Birinci bunu deyim ki, bəzi adamlar deyir, bu il ancaq asan düşüb, ancaq asan düşüb. Yox, elə bir şey yoxdur. Qeyri-adi çətin bir suallar da düşməsə də, asan suallar da düşünüb. Yəni hər şey qaydasında normal, kiminsə uğruna kölgə salmaq olmaz. İkinci məsələ, çox adam soruşur ki, əsasda ədəbiyyatdan soruşur ki, nələr düşmüşdü, hansı mövzulara daha çox toxunublar. Bu, iyun ayında imtahan verəcək müəllimlər üçün, bir də gələn il kəsilənmiş və 5 ili tamam olmuş müəllimlərə bir dəstək xarakterli bir video çəkdim. Ədəbiyyatdan nələr düşmüşdü və mən yadımda qalanları deyirəm, ola bilər ki, yerlərini dəyişik deyirəm, hansısa bir sualı başqa sualla qataram, amma əsasən yadımda qalanlar bunlardır ki, biri Leyli və Məcnun haqqında düşmüşdü. Leyli və Məcnun haqqında düşən sual, hətta tam xatırlayıram ki, düşmüşdü ki, məzmunla bağlı ardıcıllığı, yəni ardıcıl olaraq göstərir. Orada var idi, pəri üzlü bir qızı görəb sakitləşən uşaq. Sonra var idi, Leylinin anasının Leyliyə məsləhəti, Leylinin İbn Səlama ərə verilməsi, bir də Məcnunla Leylinin səhrada qarşılaşmağı, nəsə belə bir şeylər idi. Sonra bədii təsvir və ifadə vasitələrindən bir sual düşmüşdü. Bu sual çox asan görsənməsə də, əslində bir üsulu nə idi? Sualda təşbih asanlıqla görsənirdi və təşbih olan bir cavab var idi. Bu tərəfini deyim. Gələcək günlə bağlı belə bir şey düşmüşdü ki, hansı hadisəyə ehtiraz olunmayıb? Tutaq ki, məsələn, belə olurdu ki, Hikmət İsfahaninin yeni bölgüsünə, bu tipdə düşmüşdü ki, hansına etiraz olunur. Quşqılla bağlı düşmüşdü bir sual orada. Yəni həmişə gördüyümüz Quşqılın təhlilini tam bilirsənsə yaza biləcəyin bir sual idi. Tam əhatə edən bir sual idi. Dəli ki, romanından düşmüşdü. Obrazlar düşmüşdü, onların xarakterlərinə. Ona ümumiyyətlə xarakteri yox, obrazlar və baş vermiş hadisələri əlaqələndirmək idi. Düzgün cavab lazım idi. Deməli, tutaq ki, yazmışdı Əşrəf, yəni təhsil almaq istəmirdi. Məsələn, belə düşmüşdü. Səhv eləmirəmsə, Cahandar ağa ilə bağlı idi düzgün cavab. Sonra bir müqayisə cədvəli var idi. Həmzə ilə Bolu bəy. Məsələn, ortaq cəhət kimi orada var idi ki, hər ikisi Koroğlunu çətin vəziyyətə salıb. Sonra var idi, hər ikisi Hasan Paşanın qızı ilə evlənir. Belə şeylər idi. Dədə Qorqud dastanından da düşmüşdü. Qaraca Çoban ilə Qazanxan. Qazanxan və Qaraca Çobanın müqayisə cədvəli düşmüşdü. Deməli, burada da yuxu görməkləri var idi. Yuxusun qardaşı Yozuf. Belə